Son illərdə Xəzər su itilərinin ölüm sayı bütün Xəzəryanı ölkələrdə ən azı 40 minə çatıb. Bu barədə Kompas Milli Ətraf Mühit Fondunun mətbuat xidməti məlumat yayıb. Elmi qrupun ilkin məlumatlarına görə son illərdə 5 Xəzəryanı dövlətin sahillərində aşkar edilmiş ölü su iti cəsədlərinin ümumi sayı 40 mini keçib, deyə məlumatda qeyd olunub. Tədqiq edilən ölən heyvanların orta yaşı 7,7 il olub. 1990-cı illərin sonlarında aparılan tədqiqatların nəticələri ilə müqayisədə bu rəqəm təxminən 5 dəfə azalıb. 7 yaş yetkinlik yaşına çatma və ilk nəslin doğulması yaşıdır. Qeyd edək ki, son illərdə alətlərlə müəyyən edilən su itilərin maksimum populyasiya sayının 274 min ilə 305 min arasında olduğu təxmin edilir. 2022-ci ildə baş verən kütləvi ölüm hadisəsindən sonra bu rəqəm təxminən 275 min fərdə düşdü. Lakin sonrakı siyahı almalar sayının təxminən 300 minə çatdığını göstərdi.